Taleh Buludoğlu Məmmədov 1963-cü ilin yanvar ayının 1-də Ağdam rayonunun Paprevənd kəndində anadan olmuşdur. Paprevənd kənd orta məktəbini bitirmişdir. Məktəb müəllimlərinin ən sevimli şagirdi, kəndin ən mərifətli, qanacaqlı gənclərindən olmuşdur. Keçmiş Sovet ordusu sıralarında kişi kimi xidmət etmiş, valideynlərini qürurlandırmışdı. O ailənin tək oğlu idi, evli idi, 4 uşaq atası idi. Taleh Məmmədov 836 saylı Ağdam ərazi özü müdafiə alayının tərkibinə daxil edilmiş Paprevənd bölüyünün tağım komandiri təyin olunmuşdu. Onun tağımının döyüşçüləri Paprevənd kəndinin söykəndiyi Qılınc dağının zirvəsindəki səngəri qoruyurdular. Bu zirvədən baxanda Paprevənd əl içi kimi görünürdü. Ona görə də ən strateji əhəmiyyətli mövqe sayılırdı. Hiləgər düşmən isə daim bu mövqeyini ələ keçirməyə planlar qururdu. Talehin son döyüşü də elə bu zirvədə oldu. İsti yay günü idi. 26 iyun 1992-ci il. Taleh evə baş çəkmək üçün kəndə düşmüşdü. Amma elə bil ki, qəlbinə nəyisə dammışdı. Ürəyi evdə oturmağa qızmırdı. Odur ki, evdəkilərlə vidalaşıb Qılınc dağına qalxdı. Səngərdə nizam intizamı daha da gücləndirdi. Uşaqlara ayıq-sayıq dayanmağı tapşırdı. 2 gün sonra iyun ayının 28-də səhərin qaranlığında ermənilərin Qılınc dağına böyük qüvvə ilə hücumu başladı. Burada əsl döyüş mənzərəsi yarandı. Sanki daş qayaya rast gəlmişdi. Düşməni geriyə çəkilmək, Talehgilin isə səngəri tərk etmək fikri yox idi. Çoxlu tələfat verən düşmən inadla səngərə doğru irəliləyirdi. Bu amansız döyüşün sonu səngərdə tamamlandı. Hətta əl qumbaraları da işə düşdü. Taleh yaralandı, lakin o döyüş meydanını tərk etmədi. O və silahdaşları son nəfəslərinə qədər döyüşərək qanla sulanmış səngəri düşmənə təhvil vermədilər. Döyüşçülər Rizvan Quliyev, Qabil Məmmədov, Mütalib Abbasov, Əli Kərimov, Tohid Hüseynovla birlikdə Taleh Məmmədov da Qılınc dağının zirvəsində şəhid olaraq əbədiyyət zirvəsinə ucaldılar. Həmin döyüşdən 6 gün sonra Ağdərə şəhəri erməni işğalçılarından təmizləndi. Ancaq milli ordumuzun bu qələbəsini görmək Talehə nə də onun döyüş yoldaşlarına qismət olmadı. Bugün Talehin şəhid olan günüdür. Bugünkü günə kimi hər şey mənim yadımdadır. Yəni uşaqlıqdan Taleh həqiqətən də çox fərqli bir insanıdır. Tamamilə o demək olar ki, hamıdan fərqlənirdi. Yəni qeyri-adi bir insanıdır. Paprevənd kəndinin hamısının qəhrəmanlıqlarından danışmaq olar. Amma bugün fikirlərimiz yalnız Talehlə bağlıdır. Taleh həqiqətən də çox vətənə bağlı, qeyri-adi bir insanıdır. Mən atam haqqında atamı ümumiyyətcə görməmişəm, bir xəyal kimi gəlir. Eşitdiklərimə görə onun döyüş yoldaşları var, sağ qalanlar var. Onlar söhbət edir, qulaq asıram. Yəni, həqiqətən döyüşçü olub. Bunu rayonumuz da bilir. Yəni, Kolun Kösün dağında gizlənən döyüşçülərdən yox, öndə gedən döyüşçülərdən olub. 27 yaşından əsl qəhrəman hanı mənim anam? Dur yağa. Əsl qəhrəman odur. Bu 4 uşağım. Əziyyətini çəkib, boya başa çatdırıb. O şəhidin adına da həqiqətən layiq qadındır. Allah rəhmət eləsin. Rahmet eylesin. Şimdi sözüm bitti yalnız.
Şəhiddir mənim babam, ay ölkənin çırağı. Şəhidlərdir qal, şəhidlər ölməz axı. Canım babam, yerin cənnət olsun. Bu şəhidlərin qanı yerdə qalmadı. O şəhid olan oğlanların hamısının qarşısında baş əyirik. Onlara minnətdarıq. Onların sayəsində biz bu gün rahat bu kəndlərdə yaşayırıq. Torpaqlarımız alındı. Prezidentimizə təşəkkür edirik. Ailəmiz adından, şəhidlərin hamısının ailəsi adından. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaşımla o şəhid olan oğlanlar da hamısı elə bilən mənim qardaşımdır. Yerləri cənnət olsun. Ümid yeri, güman yeri almışdın, Talih babam. Dodaqlarda dolaşırdı mərd adın. İnsanların qəlbində yurt salmışdın. Kişi oldun, kişi ömrü yaşadın, Talih babam. Sən oldun, qılınc vurdun, qılınc qırdın, ay baba. Sən oldun, bıçaq vurdun, bıçaq vurdun, ay baba. Torpaqlarımız yer alındı, yerin cənnət olsun. Ola bilər ki, həyatda xeyirdir, şərdir, hamısı necə deyim, qarşılıqlıdır. Geyinə də bilərəm, gəzə də bilərəm, toya bayrama gedərəm, oynayaram, gülərəm də. Amma qəlbim həmişə 92-ci ilin iyun ayıdır. Yəni bu 30 ildə, bəli, bu 30 ildə həmişə mənim üçün elə həmin kənddir, həmin talihdir, həmin dayıdır, həmin... Yəni, qəlbim heç vaxt dəyişməyib də. Həmin andır ki, yaşayıram həmin anı. Biz rayondaydıq, mamam dedi ki, yəni anası gəlib, deyib ki, ana, bəs gedirəm, uşaqlar yadıma düşür, gəlib ki, gələ bizi görməyə. O da gəlib, anası deyib ki, bəs atan getdi uşaqları görməyə, o səndən qabağa düşdü, xeyli vaxt idi ki, görüşmürdük. Mamam həmişə deyirdi, elə pis olurdu, ağlayırdı ki, kəşk gedərdi, o uşaqları görərdi də. O neysə onun nitqinə gəlmişmiş ki, o gəlib iki daşın, evə gəlmirdi. Yəni elə səngərdə, posta, vuranla vururdu, tutanla tuturdu, fikirləşmirdi ki, ailəm var, uşağım var. Nə bilim. Heç əlaqə saxlaya bilirdiniz, məlumat ala bilirdiniz necə? Yox, o indiki vaxta baxmayın. İndi telefon var, hər bir şeydə. İndi əlaqə saxlamaq çox asandır. Amma o vaxt əlaqə saxlamaq çətin idi. Əlaqə saxlamaq olmurdu, ancaq qarşı-qarşıya gələ, görə belə. Həmin gün atası gəldi, qayıtdı, o bizi gəlib görə bilməmişdi. Səhər idi, saat 10 olardı, yəqin ki, yadındadır Kəmal elində. Bir də gördük, tankla gəldi, çıxdı ki, anamgilin qapısının ağzına. Bu da balaca qızı da, Aynur'u da xalasagil tərəfdə görmüş. Yəni siz deyirsiniz, xatırlayın, o xatırlamaq üçün deyirəm. Gəldi, əsəbləşdi ki, bəs Aynur küçələrdə qalmışsınız. Müharibə olanda adam küçələrdə qalır. Aynur niyə xalasagil tərəfdədir? Dedi ki, xalası ilə getmişdi ona görə. Kətdə bir çaxnaşma düşdü Quzanlıdakı, erməni Quzanlıya da gəlir də, tank var, BTR var. Yenidən bunlarda da bir qaça-qaça qova-qov düşdü. Bizi gördü, qayıtdı. Dedi ki, bilmək olmaz, bir də görüşərik, görüşməliyik. Turalı əm mən tapşırmışam. Dedi, deyirlərmə demişəm. Özün harada oxumusansa, özün necə həyat yaşamısansa, Turalı sənə tapşırıram. Atama da demişəm, sən də özün bilərsən. Yəni müharibədə mən ölə də bilərəm, qala da bilərəm. Həqiqətən elə oldu. Mən də ağladım. Kövrəldiyimə görə dedi, onda gedəyən ray. Kəndə gedəyən. Getdik, heç 3 gün qalmadıq. Bir də vəziyyət yaxşı olmadı. Nəsə də biləm, çox danışa bilməyəsəm, o gündən bu günə mənim üçün yenə həmin gündür.